Hi liebe Leute, schön, dass ihr wieder dabei seid. Bu videomuzda sizə GTB2 imtahanının və S1 imtahanının diskursiya hissələrinə birlikdə baxacağıq. Addım-addım göstərəcəm ki, yəni hansı tema necə olur, yəni necə açmaq lazım diskursiyada öz fikrimizi qarşı tərəfə necə arqument demək, yəni diskursiyada necə mübarizə aparmaq lazımdır. Hamısını məntiqli və arqumentli bir şəkildə burada yazaraq izah edəcəm. Öncəliklə bunların hamısını özüm hazırlamışam. Yəni bunlar zaten temalar oxşar olduğu üçün, yəni əsas ideya yığmaqdır. Yəni əgər yaxşı ideya yığa biləcəksinizsə və öz fikrinizi orada ifadə edə biləcəksinizsə, bu olacaq. Yəni indi videonun sonunda isə baxacağıq ki, bizdə bir görünüş yaranacaq bu mövzu ilə bağlı. Yəni B2 səviyyəmiz artıq cavabımız hazır olacaq, C1 səviyyəmiz cavabımız hazır olacaq. Yəni burada diskursiya işləmək üçün. Yəni bunları indi özüm hazırlamışam, təkrardan deyim. Strukturlar olsun, hamısı mənə məxsusdur. Əvvəlki videolarımda olduğu kimi. Əgər siz də bu strukturdan istifadə etsəniz, yəni imtahandan keçmə şansınız yoxdur deyərdim. Təbii ki də indi oradakı situasiyadan asılıdır. Yəni həmişə mən belə strukturla izah edirəm tələbələrimə də rahat bir şəkildə, yəni bütün arqument üstündən. Yəni həmişə də B1 səviyyəsini bitirən bu struktur düzgün edirsə, imtahandan yəni yaxşı bir puanla, yəni Z qutla olsun, qutla olsun, yəni minimum keçəcək, yəni mən belə hazırlaşdırıram. İndi gəlin baxaq. Deməli temamız nədir? Temalar ümumiyyətlə zaten hamısı oxşar olduğu üçün çox da yəni fərqlənmir, yəni ideyalardır üstündə. Deməli birinci tema Sollten Menschen öffentliche Verkehrsmittel statt Autos ja benutzen. Temanın adını da oxuduq. Əvvəlki videomda yəni bir videoya girişmək üçün bir Einleitung lazımdır. Yəni giriş hissəsindən başlayaq. Yaxşı giriş çox vacibdir. Çünki burada həm mövzunu başa düşdüyünüzü göstərir, həm də diskusiya sistemli şəkildə başlayırsınız. Yəni təbii ki də bunun üçün də qəriblər də istifadə edə bilərsiniz. Yəni mən praktik olaraq bir struktur eləmişəm, əvvəl də dediyim kimi. Yəni nə bu? Bəzən diskursiyada biz fortrak kimi danışırıq, çalışırıq, yəni 1-2 dəqiqə danışırıq və imtahana kəsdirik. Yəni adətən arzu olunmayan nəticələr olur. Yəni çünki bu diskursiyadır. Qarşılıqlı siz deyəcəksiniz. Yəni bilməyənlər üçün struktur təkrar xatırladın, birinci videonu izləsin. Yəni siz deyəcəksiniz, partner A deyəcək, sonra partner B deyəcək, sonra bunu ötürəcək. Yəni sonra belə gedəcək. Yəni indi diskursiya belə işlər, amma fortrak nədir? Biri danışır, sonra o biri danışır. Bu fortrakdır. Yəni bununla qarışdırmayaq. Burada biraz dedim, hardasa 40 saniyə, 50 saniyə. Baxır indi situasiyaya. Bu da həmin misal sual ötürdüm. Bu danışdı, sonra keçdi buna. Yəni belə bir cycle var da, yəni siklus deyək, daha yaxşı bir şəkildə, yəni belə döngü var, yəni o döngü davam edir. Tık gəldi belə, bu da belə. İndi gəlin baxaq. Yəni giriş olaraq mən burada həmişə bunu götürürəm. Video sicherlich weiß, geht es heute um die. Məsəl üçün deyirəm, bu qəlib deyən wichtige, o da zentrale, o da misal bizim universitetdə professor həmişə Goldene Frage deyirlər. İndi sorsanız bəzən düzgün olmuyor, amma Alman professorum işlədir, yəni Goldene Frage. Bunu da deyə bilərsiniz, heç bir problem də yoxdur. Ob Menschen öffentliche Verkehrsmittel statt Autos benutzen sollten, ya da ob man da deyə bilərsiniz. Heç bir problem yoxdur. Yəni man da olsa daha yaxşıdır. Ya da mention da ola bilər. Yəni aşağıda da manla da göstərmişəm, bununla da göstərmişəm. Yəni temanın başını götürün buraya yazıram. Ob Menschen öffentliche Verkehrsmittel. Yəni baxın təkrardan. Ob Menschen, yəni ob olduğu üçün ob ümumiyyətlə müddə, yəni bunudur. Yəni ob o deməkdir. Ob qoyandan sonra feil avtomatik sona getdi. Tık, girişi qoydum, yəni bunu işlətməlidirmi bir sual verirəm. Ondan sonra da ki daha sonra yəni mövzuya başladıq. Okay. Sonra ilk öncə yəni öz şəxsi fikrinizi həmişə bir mövzuya toxundurun da, yəni öz fikrimizi bildirməliyik. Yəni burada sadəcə məsələn ilkdən ki də istifadə edə bilərsən, yəni problem yoxdur. İnqilab ilə istifadə edə bilərsən, amma yaxşılar ki məsələn biraz dəyişin də, yəni artıq B2 C1 səviyyəsində düzdür, bunlar biraz B2 səviyyəsi yığılıbdır. Yəni bunlar da yəni bir balaca bəzi yerləri təbii ki də artırıb, yəni tık C1 də ola bilər. Hətta belə danışıqda gəlib C1 keçə bilərsən. Yəni əsas ideyadır, yəni rahat bir şəkildə fikrinizi axıcı şəkildə danışmağınızdır. Burada misal meine Meinung, mən ikisində yazmışam, yəni indi baxarıq indi bir yerdə. Burada meine Meinung ola bilər. Meine Meinung yaza bilərsiniz. Yazın bura, bunları da götürə bilərsiniz. Ich bin der Meinung. Yəni burada məsələn das da deyib davam edə bilərsiniz və yaxud da das da ehtiyac olmadan da yaza bilərsiniz. Das deyəndən sonra feil sona keçir və yaxud dassız olanda direkt məsələn deyirsiniz, ich bin der Meinung es ist məsələn və yaxud da əlavə olaraq da deyə bilərsiniz ki, bir neçəsini yazım istəsəniz, məsəl üçün meines
erachtens. Diqqət et, nüans olaraq deyim sizə, bu çox vacibdir. Ümumiyyətlə, Algebra qiymət verirlər də imtahanda, yəni belə bir arqument orada da var, yəni göstərici. Bu da bir önəmlidir. R-dan əvvəl sonra sayt gəlirsə, bu belə sanki oxunur da erachtens deyə oxunacaq, yəni və yaxud da yəni çoxumuzun da bildiyi kimi belə bir ifadəmiz var. Xatırlamaq deyim, yəni bu nətər oxunur? Yəni burada da həmin misal, yəni erinlərin deyə oxumur və yaxud da yəni bəzən ğı deyil də, yəni boğazdan gedən qarqara tərzidə, yəni bəzən eğinlərin deyə oxuyuruq və yaxud da erinlərin deyə oxuyuruq. Yəni bu da həmin misaldadır, yəni eyni qayda şəkildə inlə tərzində, yəni bu gedir burada, yəni oxumur. İnlə tərzində oxunacaq, yəni bu tərz, yəni doğru tərəfüzü. Yəni bunları istifadə edə bilərsiniz. Yəni bundan sonra direkt yəni fe'l deyib davam edə bilərsiniz. Meines erachtens ist. Yəni deyin, davam edə bilərsiniz. Nöqtə tak gedə bilər. Ondan sonra burada demişəm ki, məsələn, meine Meinung nach kann die Nutzung von işte temamız nədir? Verkehrsmitteldə zaten, yəni əsasən, yəni bunu çox məntiqidir. Yəni özünüz də deyə bilərsiniz, vacibdir deyə bilərsiniz, mənalıdır deyə bilərsiniz. Başqa bir ifadə də ola bilər. Sonra deyir ki, işte bu qərar nasıldır? Bunu da istifadə edə bilərsiniz. Yəni heç bir problem də yoxdur. Es hängt, işte bu personluq, yəni kişisel səbəbləri nasıldır? Bu da ola bilər. Yəni əsas arqumentləri belə düzürəm. Ondan sonra deyirəm ki, aba istifadə edirəm. Yəni burada çoxlu məsələn bir Vorteile falan var da, yəni bunun da işte böyük şəhərlərdə, yəni ya da uydura bilərsiniz özünüzdən. Yəni çalışın uydurun da və yaxud da A-ben yerine belə də dəyişə bilərsiniz. Burada bit-et də deyə bilərsiniz. Skiptin yerinə. Yəni skipti dəyişib P2 səviyyə ya C1 ya da bit-et ola bilər. Sonra bu da ola bilər. El-Möglichen də. Bu da ola bilər. Bu ifadəni də götürə bilərsiniz. Ondan sonra keçirik ki, indi əsas burada nədir? Yəni arqumentə gəlirik. Yəni arqumentimiz nədir? Birinci Umweltschützendir. Yəni ilk arqument budur. Yəni bunlara keçməyin də adətən məncə mən həmişə belə sevirəm. Yəni yuxarıdan aşağı. Bunu bitdi, sonra gəldi bu. Yəni yuxarıdan aşağı. Yəni eyni bir qaydada. Ümumiyyətlə birinci, yəni qarışıq danışmayın da. Yəni hamısı bu, hamısı qarışır onda. Biraz bundan danışın, sonra biraz bundan, sonra ikinci səfər danışanda tak yavaş da həm də bir illə danışacağınızı. İndi nədir birinci arqumentimiz? Umweltschützen. Yəni tamam, yəni bu arqumentdə necə edəcək? İlk öncə yəni qeyd edin, yəni birinci punktu götürəcəksiniz. Ondan sonra biraz qısa bir şəkildə yazın bura. Ondan sonra da ki, əsas nədir? Sonra nəticə. Nəticə necə oldu? Yəni Folge. Tak getdi. Yəni belə. Yəni baxaq məsələn görək bu tərz necə işləyə bilərik də. İndi məsəl üçün mən belə bir giriş verirəm burada. Aynı wichtige Punkt ist der Umweltschutz. Yəni bu hələ birinci başlayanındır da. Yəni təxmini bunu da danışsanız 40 saniyə falan çəkir. Çox hələ çəkmir. Yəni bu yenə deyirəm mənim individual hazırladığım prinsipdir. Yəni bu normalda çox elə paylaşmamışam, amma yəni mən belə hazırlaşdırıram. Yəni bu şəkildə olanda daha yaxşı olur. Yəni başqa şəkillər də var. Qərib olaraq da danışa bilərsiniz. Yəni problem deyil. Sizin özünüzün individual qaydasıdır. Ondan sonra deyirəm aynı wichtige Punkt ist der Umweltschutz. İndem deyə bir qaydamız var da. Yəni indem işin necəliyini bildirir. Yəni bilməyənlər üçün əvvəlki videoda da var. Orada da baxa bilər. Onu bildiğinizi varsayıram. Ya burada indem dediğine diyebilirsiniz, zaten when de olabilir ama indem zaten uyur da. Indem veya Menschen öffentliche Verkehrsmittel nutzen würde, könnten Sie einen wichtigen Beitrag zum Schutz der Umwelt leisten. Ümumiyyətlə umwelt teması varsa hər zaman bunu istifadə edin. Einen wichtigen Beitrag. Aynen. Bunları götürün, harda umwelt teması görürsünüzsə, aynen wichtigen ola bilər. Yəni bunu da dəyişə bilərsiniz. Yəni problem deyil də, bu ser onu hər bir şey olur. Aynen wichtigen Beitrag leisten də buraya yazın. Aynen wichtigen Beitrag nəyə eləmək olur? Bir də zu ilə istifadə edin. Zu plus dativ yazacağım. Dat yazıram. Okey, məsəl üçün baxın burada. Aynen wichtigen Beitrag nəyə? Zum Schutz der Umwelt. Tamam, ona töhfə verəcəksiniz. Yəni ümumiyyətlə bunu götürün. Yəni bunu artıq harda umwelt teması görürsünüzsə, məsələn bioessen teması görürsünüzsə, bir çox temada məsəl üçün mən bioessen yesəm, bionu məsəl üçün də bio qidalar yesəm, bio ernährung falan yesəm, nə olacaq? Yəni bu mənə nəyi töhfə verir? İşte bu öz sağlığıma deyə bilərsiniz, töhfə verir.
və yaxud da nə qədər çox authentic referencelikdə, yəni eyni bir şəkildə istifadə etsəm, o qədər çox çevrəyə töhfə verəcək. Yəni hər bir şeyi gətirib qoyma bilərsiniz. Məsəl üçün sağlam qalsam, o mənim gətirib misal sağlam qidalansam bayaq dediyim kimi də o mənim sağlığıma töhfə verəcək. Məsələn, gündəlik adam qaçsa və yaxud da getsə, o da mənim nəyiməsə gətirib töhfə verəcək. Və yaxud da hər bir şeyi bunu çalışın istifadə edin. Yəni bu çox vacibdir və qəşəngdir. Yəni B2 C1-də çox qəşəng səslənir. Ondan sonra mən belə bir burada ifadə də yaza bilərsiniz. Yəni və indi nəticəni gəlin keçək sonuncu və dördüncü olana. Zolteman Haustya in der Wohnung. Yəni bu temada aktual temalardan biridir. Deməli, okey. Verantwortung birinci punkt nədir? Yəni sorumluluq almaqda. Tamam, bunu götürdüm. Yəni bir də mən deyim, biz hardasa 45 saniyə falan danışırıq. Yəni 45, 50, yəni çox uzatmanın da bir mənası yoxdur ki, qopur yəni. Dediniz yuxarıda kimi birinci o hələ baxdığımız, yəni biz ilk girişi veririk. Yəni giriş və bir dənə bu punktu, yəni bir giriş temanı özüm danışdım biraz və birinci punktu, yəni yuxarıda da belə idi. Bu ikisini bir verirəm, yəni bir bu, bir də bu. Yəni burada sorumluluq almaq gerək. Buna elə necə eləmişik, ona baxaq. Bu arada daha ətraflı əgər dərslərə qoşulmaq istəsəniz, yəni rahat bir şəkildə bunların üstündən izah edirəm. Yəni belə həmçinin bir yerdə məşqlər edirik. Yəni daha qısa zamanda imtahanı rahat bir şəkildə keçə bilərsiniz. Yəni yenə deyirəm, bunlar hamısı individual olaraq dəyişir. Yəni yenə həmin bir misalda yəni individual olaraq dəyişir dediyim nə deməkdir? Yəni mən bunları özüm hazırlamışam bu struktur olaraq da. Yəni bunu danışsaq daha yaxşıdır. Bu cür belə yanaşsaq. Yəni praktikdə də yəni onlarla tələbəmin heç biri, yəni B1 səviyyəsini bitirmiş tələbələr hamısı təkdə keçiblər. Yəni heç biri yəni düşük puan belə almayıblar da. Yəni yaxşı bir puanlarla keçiblər, yəni belə deyərdim. İndi gəlin davam edək. Vidisi həlifaiz təkrar bir şəkildə Obman House deyə tamam bunu verdim. Ya da sual da dəyişə bilərsiniz. Əgər bilirsinizsə sinonim sözlərdən istifadə edə bilərsiniz. Heç bir problem yoxdur. Daha yaxşı olar hətta. Yəni meine Meinung kann die Haltung von Haustieren für viele Menschen, yəni yenə eyni bir şəkildə yazmışam. Bu da nədən asılıdır? İşte kişisel səbəblərdən asılıdır və yaxud da bunu da yaza bilərsiniz ya da yazmaya bilərsiniz. Deyə bilərsiniz ki, bir ev heyvanı çoxlu nə bilim üstün tərəfləri bizə sunur da. Yəni bunlar da ola bilər. Okey, bunlar deyəndən sonra ya da varsa deyəniz məsələn ya da ev heyvanları həyatımızın vacib bir hissəsidir. Özəlliklə çox yaxşıdır. Kimlər üçün? Uşaqlar üçün də. Yəni okey, bunları dedim. Ondan sonra birinci düşürəm, sorumluluğa gəlirəm. Ein wichtiger Punkt ist, dass man durch ein Haustier Verantwortung übernehmen kann. Wenn man ein Tier hält, muss man sich regelmäßig seine yəni ehtiyaclarını biraz açıram da, yəni belə dediyim şəkildə. Yəni onların ona baxmalıyıq, ona şey eləməliyik. Yəni başqa bir ideyiniz varsa siz də deyə bilərsiniz. Heç bir problem deyil. Yəni biraz yəni sorumluluq almaq haqqında biraz danışmağa çalışmalıyıq. Yəni deyim qısa bir şəkildə deməyiniz yaxşı deyil. Yəni işte House ilə adam sorumluluq ala biləcək. Necə alır? Yəni bir nəticə olmalıdır, bir şeylər olmalıdır. Argumentinizi əsaslandırmalısınız da. Yəni məsələn danışdım mən burada und für seine Gesundheit okay bla bla das kann dazu beitragen. Birinci şəkildə falan ola bilər insan olaraq, yəni və insan həm disiplin sahibi ola bilər, sorumluluqlarını öyrənə bilər, motivasiya ola bilər, hamısını deyə bilər, heç bir problem də yoxdur. İndi isə gəlin burada sonuncuya baxaq, yəni əlavə olaraq da sizə bir məlumat olaraq. Məsələn, burada fikir versəniz, bunlar eynidir də, yəni Verantwortung übernehmen kann yazdım burada. Burada yazdım ki, dass man durch ein Haustier in der Lage ist. Tamam mı? Yəni burada bu ifadə nədir? In der Lage, bir də sein zu istifadə olunur. Yəni bu o deməkdir ki, yəni iqtidarındadır. Yəni in der Lage, yəni burada nə deməkdir? Yəni hər bir modal feilin də əvəzləyicisi var da. Können-ın əvəzləyicisi olur. Yəni baxın bu ifadə olur. In der Lage, səhv yazdım burasına. Lage sein. Etwas tutun yazımda daha düzgün olması üçün. Etwas tutun. Bir örnek verim daha yaxşı anlamanız üçün. Ondan sonra keçər yola fikrimiz olması üçün. Örnek yazım. Məsələn yazıram ki man ist
in the lage. Adam bunu edə bilər tərzində də. Nə ola bilər? Yəni çoxlu sorumluluqlar ala bilər. Mehr Verantwortung. Yəni yazdığım kimi nə etwas tutun. Verantwortung zu. Verantwortung übernehmen istifadə olunur da bilirik. Übernehmen. Baxın belə bir şəkildə yaza bilirəm. Çox rahatdır, yəni edə bilər də, yəni daha yaxşı bir şəkildə. Yəni indi həmin bir misalda gəlin burada nətər olar deyirəm. Ein wichtiger Punkt ist das man bla 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 eyni bura qədər in der Lage ist mehr Verantwortung zu übernehmen. Ümid edirəm aydın olar. Yəni aydın olmayan olsa buradakı bir şəkildə man ist in der Lage. Yəni sadəcə rahat nətər olacaqdı kan olsaydı man kan mehr Verantwortung übernehmen. Belə olacaqdı yəni. Amma bunlar əlavə oldu. Məsələn bunlar əlavə oldu. Bu əlavə oldu. Yəni sadəcə biz bir dənə bura kan qoysaydıq yetəcəkdi. Yəni bunlara ehtiyac yox idi. Daha yaxşı silim. Yəni digərləri əlavə olur yoxsa yəni belə də yazar, belə də olar, elə də olar. Yəni heç bir fərqi yoxdur. Deməli birinci punktda bizim işimiz bitdi artıq. Yəni biz ilk girişi verəndən sonra da partnerimizi ötürəndən sonra indi qalır ikinci punkta gəlirik. Yəni ikinci punkt dediyim bunlar yəni Kosten və Bekümlikayet haqqında olduğumuza baxaq. Gəlin bunu necə edə bilərik? Yəni bu rahatlıq temasında deyək, yəni Bekümlikayet. Gəlin baxaq. Yəni deməli nə edirik indi? Həmin bir misalda, yəni partnerimizi ötürdük, partnerimiz deyək ki, danışdı, giriş verdi falan. İndi baxırıq da, yəni çalışırıq ki, onun ifadələrini istifadə eləməyək. İfadələrini dedikdə, yəni hansı ideyalarını istifadə eləməyək, daha düzgün səslənər. Yəni onun ideyaları, yəni çünki bal vermir də, yəni təkrar ideyalar olur. Yəni partnerimiz danışa bilmirsə, yəni bəzən ona ideya da vermək lazım. Misal 3 dənə ideya ata bilərəm ortaya, ikisini özüm işlədərəm. Yəni lap ideyalı bir şəkildə sual verə bilərəm. Məsələn, sual yerinə ideyamı soruşuram da, yəni sual tərzində verirəm. Məsəl üçün, sən nə düşünürsən? Yəni səncə məsələn ev heyvanları ilə disiplin öyrənə bilirik. Tutaq ki, disiplin haqqında danışmamışıq. Bu sualını ötürürəm ki, qoya da danışa bilsin. Yəni partnerlə məncə yaxşı bir imtahanda partnyorluq eləmək, yəni yaxşı bir münasibət qurmaq, yəni misal onu tuzağa çəkmədən, onu yəni də fikrinizə qarşı hörmətli şəkildə olduğu zaman daha yaxşı imtahan nəticəsində uğurlu olur. Yəni daha yaxşı işbirliyi olan daha yaxşı olur. Gəlin indi baxaq bu dediyim, yəni biz bunu elədik hazırda. İndi 2 və 3 yazın. Bunları indi bir yerdə danışacağıq. Burada nətər olur, onu desən aşağıya qoymuşdum. Okay, yəni həmin bir misalda, yəni mən belə yazıram, bu qəlbləri dəyişə bilərsiniz. Yəni heç bir problem yoxdur, yəni sizin üçün dəyişsəniz də yaxşı olar. Yəni buradakılar çünki digər istifadəçilər götürdüyü üçün, yəni videonu izləyənlər, yəni dəyişin. Fərqi də yoxdur, yəni qalda bilər, yəni özünüz bilin. İndi başlayıram, yəni həmin bir misalda birinci ideyamız nə idi? Kosten idi. Kosten olduğu zaman belə bir ideya var. Görüm onu burada qeyd elədim yoxsa yox. Gəlin, burada məsələn bunu qeyd eləmişəm, yəni ein weiterer wichtiger Punkt ist, dass man durch öffentliche Verkehrsmittel in der Lage, görürsünüz bunu da burada qoymuşam ki, təkrar olsun, ist regelmäßig Kosten zu sparen. Okay, bu əla, super, yəni bir şəkildə ümid edirəm artıq bu sizdə formalaşmışdır, yəni necə istifadə edildiyi. Yəni normalda könünü dəyişdim, yəni rahat bir şəkildə heç bir şeyə ehtiyac yoxdur. İndi isə deyirəm ki, Kosten sparen də indi açıram yenə. Wenn man bus und bahn, yəni deyə bilərsiniz, yəni səbəbini izah edirəm də, yəni istifadə etdiyi zaman muss man nicht tief in die Tasche. Nə deməkdir bu ifadə? Yəni tief in die Portemonnaie ola bilər. Yəni bu əslində A1 A2 səviyyəsində olmalıdır. B-günlərdə səhv etmirəmsə oradaydı eynən. Bu tief in die Tasche. Harda pul söhbətlər görürsə bunu yaza bilər, bunu deyə bilərsiniz. Yəni heç bir negativ yəni yoxdur. Əksinə daha yaxşıdır. Yəni bir birləşmə olaraq da qayfən. Yəni cibini dərindən qazımaq gedir. Yəni viel Geld bezahlen. Viel Geld mənası bu deməkdir. Bezahlen. Okay, əla. İşte adam çox pul xərcləyir, cibini dərindən
qazmamalıdır. Nixlə inkar eləmişəm. Normalda qazmaq gedir. Mən bir dənə bura nixt qoyuram. Hər yerə istifadə edə bilərəm. Nə indi çox bir şeyi xərcləmək lazım olduğu zaman nixti çıxardıram. Amma xərcləmək lazım olmadığı zaman nixtlə qoyuram, inkar edirəm. Daha o tərəfə elə bir adaptasiya edirəm, yəni ifadəmi. Bir dənə, iki dənə bilməyinə, yəni bir çox yerə istifadə edirsiniz. Açıram məsələn üçün whileman, kind məsələn nə ola bilər? Yəni bunları biraz aça bilərsiniz və yaxud da başqa bir ifadə bilirsinizsə onu da deyə bilərsiniz də. Yəni avtobus istifadədən öz xərclərini azaldacaq, daha yaxşı bir şəkildə ayda bir almaqla məsələn Almanyada kimdə yəni hər yeri gəzə bilər, yəni belə bir şeylər deyə bilərsiniz. Yəni heç bir problem də yoxdur. Yaxşı bir şəkildə bu da nəyə gətirib töhfə verir? Finansial. Bu görürsüz bu finansial. Bu da yuxarıda bayaqlar yazdığımız tərzdə. Yəni bu ifadələri götürün əzbərini, hər yerə istifadə edin, yəni pul da qənaət edə biləcək. Sonra keçirəm indi orada olan bu aşağıdakı ideyama. Hansıdır? Bu ideyamı da bir yerdə danışıram, yəni ikinci səfər danışanda. Onu da yenə əlavə edirəm. Bunlar əslində ikinci danışıqda. Yəni partner mən danışdım. Biz hələ eləmişik. Bir giriş verdik. Giriş və birinci punktu verdim. Belə partnerim sonra atdım topu partnerə. Partner B danışdı. Mən partner A'yam. PA yazdım. PB danışdı bir şeylər. Sonra mənə ötürdü. Mən ikinci səfərəm də. İndi mən ikinciyəm. Partner A olaraq bunları danışıram. Mən nəyə danışacağım indi? İkinci və üçüncü punktu. Kosten və aşağıdakını. İndi mən Kosten dedim. OK, əla. Hamısını dafi olaraq çıxıram. Yəni dagegen də istifadə edirəm. Heç bir problem yoxdur. Natürlich bin ich der Meinung, dass Bequemlichkeit beim Auto, das Auto. Das Auto nədir? Qruplarda bunu çox yazıram. Əvvəlki mesajlarıma həmişə baxın. Orada çox qəşəng ifadələr var. Das Auto, das wichtigste deməkdir. Und o. Das elə belə yazılır. Sein. Das Auto. Bu da deməkdir. Das wichtigste. Okay. Bu ifadələri öyrənin, çox yaxşı imtahanlarda, yəni istifadə edə bilərsiniz. Yəni başqa cür bütün ifadələri yəni burada yaza bilmərəm. Yəni ən qəşəng ifadələri, yəni hansı ki izah edirəm əlavə olaraq bunlar burada istifadə edin, bunları edin. Yəni hamısını şəxsi dərslərdə keçdiyim zaman orada da izah edirəm. İstəsəniz Instagramda açıqlama hissəsində var, yəni YouTube-un yaza bilərsiniz, yəni dərslər haqqında. Das kann dazu beitragen. Bunu dedim, indi buradaydım, pardon. Beim Auto, yəni dedim maşında da, yəni bu çox vacibdir. Yəni görsünüz, mən dafiyə edim də normalda. Yəni mən dafiyə edim. Nəyə dafiyə edim? Verkehrsmittel istifadə eləsin deyə dafiyə edim. Yəni bunu öffentliche Verkehrsmittel. Amma mən burada maşını da savunuram. Yəni niyə? Maşına qarşı bir real bir argumentini bilirəmsə də, yəni dafiyə, mən maşının məsələn fortalini bilirəmsə, mən niyə illa maşına həmişə Nachteil verib nəqliyyata fortal verməyəm? Nə olsun ki, nəqliyyata dafiyəyəm. Yəni mən bunu həmişə izah edəndə deyirəm ki, yəni ikisini də deyə bilərsiniz. Bir balans qurursunuz. Məsələn, hər şey deyirsiniz, bir dənə AB deyirsiniz, deyir hər şey deyirsiniz, amma bir dənə amma deyəndən sonra birinci tərəf itir gedir də, yəni onun hökmü qalmır. Yəni burada da odur. Yəni o göstəriş ki, bunun da argumenti budur da. Yəni ondan sonra deyin, yəni o bir ideyanız. Yəni heç bir problem də yoxdur. Yəni burada da həmin bir şeyi canlı göstərim. Beim Auto das Auto ist, weil man direkt von einem Ort zum anderen fahren kann und falan filan yazmışam. Baxın gördüyünüz kimi. Aber wenn əgər dəqiqdirsə, zuverlässigdirsə, bunu yaxşı bir alternativ ola bilər. Mən indi belə yazmışam, rahat bir olması üçün yəni. Yəni görürsüz, yəni buna mən dafiyə verdim. Çünki ideyam yoxdur da, nəqliyyat bilirəm ki, maşın bilirəm ki, çox vacibdir, çox rahatdır. Yəni adam bir yerdən başqa yerə daha yaxşı şəkildə gedə bilər. Bunun argumenti tez ziyada gəlir, amma ola bilər o bir tərəfdə gəlməsin. Bu tərz edə bilərsiniz, yəni hər bir şey, yəni məsələn siqaretin naxtaylar çoxdur da, nə olsun ki, mən siqaretə dafiyəm. Dafiyə olub deyə bilərəm ki, çox çəkdiyim zaman stresim azala bilər, amma məsələ o stresdə deyil ki, yəni mən bunu deyərəm, dafiyə olaraq çox ideyam yoxdur, amma naxtaylar birini desəm, nə bilim, məsələn siqaret insana zərər vurur, nə bilim, adam olsun çox pul xərcləyir. Amma deyə bilərəm ki, nə qədər o qədər, desto ifadəsinə, nə qədər çox siqaret çəksəm, o qədər çox məsələn stres azalda bilərəm. Niyə də olmasın, yəni, və yaxud da aba deyib, elə həmin dediyim tərz deyə bilərəm, yəni. Ümid edirəm, fikrim aydın olur. İndi gələk bu, okey, yəni bunu deyəndən sonra da partnerimə yenə ötürürəm. Was denkst du
Yəni bunlar ola bilər. O da Wi-Fi-nin də üstü ola bilər. Yəni vazdan küstürdüğü bu deyib sualımı ötürdüm. Əla. İndi gəlin birini də yazmışdım örnek olması üçün. Bu hansıydı? Tia. Aha, okey. İndi bir də bunda yazmışdım. Burada indi bu bayaqlar biri bunu elədi. Rəngini dəyişim qədəmin. Biz bunu eləmişdik. Bir də bunu elədik. İndi eləyirik biz bunu burada. Yəni bundan edəcəm. Kostendən indi bunu götürəcəyik. Yəni 2 və 3-cü punktu götürəcəm. Əla. İndi burada nətər həmin bir misala natürlük binitəyə natürlük ola bilər. Jawohl ola bilər. Undab ola bilər. Hamısı natürlük kimi təbii ki deməkdir. Dass man auch die Kosten für die bla 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 bla. Yəni yenə həmin bir misalda yazıram da. Yəni əgər adam bir ev heyvanına sahib olmaq istəyirsə, nə etməlidir? Musman məsəl üçün həmin bir misalda tifi gətirib yenə buraya yazıram. Çox pul xərcləyə bilər. Yəni fikir versə burada da yazdım, burada da yazdım. Burada nixnəndir, burada nixsizdir. Yəni hər yerə qoyun. Yəni əgər ev heyvanına sahib olmaq istəyirsə, bunun üçün çoxlu pul əlini çox cibinə çox salmalıdır da, belə deyək, çox pul xərcləməlidir. Niyə? Çünki heyvanların baxımı, nə bilim, qidalandırması çətindir. Yəni adam üçün əziyyətdir. Yəni sonra burada YDS ifadəmiz var. YDS onu da paylaşmışam kanalda. Şortlarda baxa bilərsiniz. Y-meya, destomeya nə qədər o qədər də, nə qədər çox adam deyir. Verantwortung. Heyvanlar için mesela je mehr Verantwortung man für ein Tier übernimmt, desto mehr Zeit und Geld muss man investieren. Nə qədər o qədər yəni. Bu ifadəni də bura gətirib yazıram. B2 səviyyəsinə, C1 səviyyəsinə daha yaxşı olması üçün, yəni imtahanlarda istifadə edə bilərsiniz. Ondan sonra bunu bura dedim. Sonra düşürəm onun aşağıdakı punktu. Aşağıdakı punkt nə idi? Einsamkeit azaltması. Andererseits sollte man auch die positiven Auswirkungen nə bilim unutmamalıdır və ya da başqa bir ifadə deyə bilərsiniz. Nicht außer deyə bilərsiniz. Sonra birini də yazım. In Kauf nehmen. Bu nə deməkdir? Bu akzeptieren deməkdir. Yəni bunu qəbul etməlidir. Yəni bu umqanqlı, yəni adətən danışıq imtahanda zaten. Yəni bunu qəbul etməlidir ki, olsun, yəni Eintier kann dazu beitragen. Heyvan nəyə töhfə verə bilər də. Einsamkeit azaltmasına niyə? Weil ola bilər. Weil da ilə dəyişə bilərsiniz. Nə bilim, başqa ifadələrlə dəyişə bilərsiniz. Paylaşıram. Qruplarda baxın. Man Zeit mit ihm verbringt und sich bla 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 bla. Və bunu adam stres ata biləcək und öz həyatını yaxşılaşacaq. Yəni burada deyə bilərsiniz. Vazdaçı fürt də deyə bilərsiniz. Heç bir problem yoxdur. Yəni birinci punktumu deyirəm, argumentimi deyirəm, sonra bir balaca izah edirəm, sonra nəticəsi nədir? Vazdaçı fürt ola bilər və yaxud da burada da deyə bilərsiniz ki, bu qədər argument deyəndən sonra bir dənə deyirsiniz ki, yəni deswegen deyin, davam edin, yəni bu səbəbdən çox heyvan həyatı vacibdir, çox önəmlidir. Burada gətirin, qoyun ki, da sound oynayın, gətirin, qoyun. Bu səbəbdən heyvanlar, nə bilim, evdə ya da nəsə də, yəni sorumluluq almaqda da soundludur. Yəni bunu da qoydum, qəşəng bir ifadə oldu. Yəni əsas burada nə deyirəm, nə demək istədim? Yəni bu yuxarıda yəni yaxşı bir diskussiya da yalnız öz tərəfimizdəki arqumentləri demək məcburiyyətində deyilik də. Yəni bunu burada yəni bilin, yəni mən dafeyəmsə dəqiqəni deyə bilərəm. Sonra təkrar bir şəkildə aba deyib dafeyə keçə bilərəm. Yəni daha balanslı olur, yəni cavabımız onda. Yəni daha belə ideyamız olur. İdeya danışırıq. Yəni tükəniriksə, bu strukturda istifadə edə bilərsiniz. Okey, bunlar dedim. Əla, başqa qalmadı. Lap yaxşı. Bunlara özünüz istəsəniz baxa bilərsiniz əlavə. İndi isə FK-yə baxaq. Onun Stausda, yəni redusiyan, yəni Staus probka, yəni probkalar, yəni tıxaclar, pardon, azaltmaq. Yəni bunları burada bir dənə necə edirik? Yəni bunu hazırlamamışam, bu əvvəlki videoda var idi. Yəni bu yenə həmin bir misalda, yəni partnerimiz sualını verdik, partnerimiz danışdı ikinci səfər. Biz indi ikincini də hazırladıq, atdıq partnerə. Partner bir danışdı. İndi üçüncü səfər nə edir? Üçüncü səfər bizə gəldiyimiz zaman mikrofon, indi yəni söz bizə gəldiyimiz zaman
Burada bir dənə bunu danışacağıq. Yenə həmin bir misaldır. Yəni toplam təxmin bir dəfə danışanda 40 saniyə civarı olur da. Yəni 40-50. Sağ üçün çox keçməyin. Yəni ideyalar pozulmasın. Nə az, nə çox belə də yəni balanslı. Yəni azaltmaq. Gəlin elə buna baxaq. Hansı rahatdır? Yəni bir məsələn gəlin buna baxaq. Site of one-da baxaq da. Yəni bu tema house tier temasında. Bir dənə bunu danışacağam, bunu deyəcəm. Yəni imtahanda. Bir də tuzan menfaatında. Yəni tuzan menfaatında yəni fikri bitirik də. Burada nə istifadə edə bilərsiniz? Yəni tuzan menfaatında məsələn YDSTON çox mütləq şəkildə istifadə edin. Yəni onlar çox yaxşıdır. Yəni burada həqiqətən cavabı birdən-birə bitirməyin də. Deməyin ki, side of one-da danışdınız tık bir şeylər bitirməyin də. Yəni deməyin ki, das vaxt. Yəni deyin ki, deməyin. Biraz açın, yəni nə mininglə deyin, yenə fikrinizə davam eləyin. Bu yaxşı bir məsəl üçün yaxşı bir çözüm ola bilər ki, adam heyvan sahibi olmaq arasında bir balans tapsın. Məsəl üçün adam heyvan sahibi olsunmu ya olmasın, yəni bunun arasında bir balans tapsın. Yəni belə bir şeylər ola bilər. Yəni bir direkt bitirməyin. Yəni biraz məsələn açıqlayıcı ver. Nə qədər çox adam ev heyvanına baxsa, nə qədər çox adam ev heyvanına sahib olmaq olsa, o qədər adam stres ata bilər. Belə bir şeylər ola bilər, yəni ümumi bir şəkildə, məntiqi bir şəkildə cavabınızı tamamlayın. Düzdür, bunu hazırlamamışam. Əgər maraqlıdırsa, əvvəlki videolarda orada hazırlamışam. Yəni onları mütləq şəkildə izləyin. Bu günlük bu qədər bu videoda. Ümid edirəm sualınız olsa aşağı yaza bilərsiniz. Kanala abunə olub like atmağı unutmayın. Ümid edirəm video sizə kömək olar, yəni imtahanınıza bir töhfə olar. Burada kimi, yəni aynən baytıraq, like, yəni bunları unutmayın. Baxın, bunları götürün. Yəni bunlar həm də özümdə istifadə edirəm deyə paylaşıram. Yəni özümün öz tələblərimdə istifadə edirəm. Yəni siz də götürün, istifadə edin. Yəni sizin də öyrənməyiniz üçün çox yaxşıdır. Yəni YouTube-da qaynaq tapmaq olmur ümumiyyətlə və həmçinin əlavə məsəl üçün çox şey öyrənirik. Yəni ümumiyyətlə bilirəm, yəni çox adam məsələn 50 dənə nomen verb terminini öyrənir. Yəni hansı ki bunlar da sorumluluq almaq və yaxud da burada göstərdiyim yəni 8 dənə öyrənin, məsələn də örnək olaraq, yəni az öyrənin, saz olsun da, yəni məsələn nətəri, yəni bu ifadə kimi, bunu hər yerə istifadə edə bilərsin, yəni hər bir temaya, məsələn bunun var teması, Kosten gördüm, tak bunu yazdım, yəni başqa nə ola bilər? Yəni xaricdə işləyən, xaricdə adam çox pul ödür, xaricdə tık gətirib qoyuram ki, əlavə olaraq da xaricdə adam məsələn çox cibin dərindən qazmalıdır. Niyə? Çünki xaricdə qiymətlər bahadır. Adam məsələn mite falan çox bahadır, o falan bu bahadır, nəqliyyat bahadır, ola bilər də. Onu da gətirib burada işlətməliyəm. Sonra buna baxıram. Aha, təbii ki də, yəni veqidə adam, əgər adam məsələn tək yaşasa, adam cibini çox dərindən qazmalıdır. Niyə? Çünki məsələn tək yaşamaq çox bahadır. Argumentimi ona okeylədim, keçdim. Burada Kosten, yenə var burada. Kosten var, getdim onu, buraya yazdım. Tif olan ideyam, getdim yazdım. Sonra aynən baytıraq. Həmin hər yerə yaza bilərsiniz onu. Nə ola bilər? Əgər adam xaricdə eynən də işləsə, yaşasa, nə bilim, hər tema ola bilər, yəni bu. Bu da öz bir töhfə verə bilər. Nəyinə verə bilər? Məsəl üçün, nə bilim, xarici dil ketnisiyəsinə, yəni deyə bilərsiniz. Sprach kenntnisse diye bir ifade var. Ona da töhfə verə bilər. Niyə də olmasın? Əgər adam bir house tier sahibi olsa, nə ola bilər? House tierdə bilmirəm, yadıma gəlmədi, amma ola bilər, yəni məsələn nə ola bilər? Əgər bu nəyə töhfə verir house tier? Frankfurting olsa, biraz düşün, imtahanda düşünün, yəni əlbəttə ki tapacaqsınız, yəni çox rahat bir şəkildə nəyə töhfə verir? Yəni insanın öz sağlamlığına töhfə verir, öz mental Gesundheit ola bilər, physischen Gesundheit ola bilər. Buna töhfə verə bilər. Niyə də olmasın ki, yəni belə bir ifadələr. Physischen Gesundheit də dedik. Okay. Bugünlük bu qədər. Ümid edirəm növbəti videolardan isə ətraflı, sizə maraqlı olan hansısa izah etməyim istədiyiniz varsa, çəkərəm, paylaşaram yenə. Hamınıza imtahanda uğurlar. Növbəti videoya qədər sağ olun.